Fevralın 8-də Azərbaycanda hava şəraitində dəyişiklik müşahidə olunacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulmuş olacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, səhər və gecə saatlarında bəzi ərazilərdə dumanın yaranacağı gözlənilir. Bu isə xüsusilə avtomobil yollarında görünüş məsafəsinin azalmasına səbəb ola bilər. Şimal-qərb küləyi əsəcək ki, bəzi anlarda küləyin sürətinin artacağı da istisna edilmir. Havanın temperaturu paytaxtda gecə saatlarında 3-6 dərəcə isti, gündüz isə 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 753 mm civə sütunundan 749 mm civə sütununa enməsi gözlənilir ki, bu da havanın dəyişkən xarakter alacağını göstərir. Nisbi rütubət gecə 85-90%, gündüz isə 75-80% təşkil edəcək. Yüksək rütubət fonunda sərin hava daha kəskin hiss oluna bilər. Bölgələrdə isə hava şəraiti nisbətən fərqli olacaq. Əksər rayonlarda gün əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında dağlıq və dağətəyi ərazilərdə arabir yağıntı müşahidə olunacaq. Bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşməsi mümkündür. Bəzi rayonlarda duman qeydə alınacaq. Qərb küləyi isə arabir güclənəcək. Rayonlarda temperatur gecə 1-4 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə saatlarında 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir. Qar yağıntısı olan ərazilərdə yolların buz bağlama ehtimalı var. Nəticə etibarilə fevralın 8-də ölkə ərazisində kəskin hava şəraiti gözlənilməsə də, duman, küləyin güclənməsi və dağlıq rayonlarda qar ehtimalı diqqət mərkəzindədir. Xüsusilə sürücülərə, yaşlılara və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə hava dəyişkənliyini nəzərə alaraq ehtiyatlı davranmaq tövsiyə olunur. Dağlıq bölgələrdə səfər planlaşdıranların isə hava proqnozunu öncədən izləməsi vacibdir.